Bugün 7 noyabr 2025-ci il. Zəfər günü münasibətilə Zəfər günündən öncə Bərdə rayon İcra Hakimiyyətinin başçısı, Bərdə rayon polis şöbəsinin rəisi, Bərdə rayon prokuroru, Bərdə rayon məhkəməsinin sədri, Bərdə rayon komissarı və digər idarə müəssisə rəhbərləri Bərdə rayon Şəhidlər Xiyabanını ziyarət etdilər. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bu zəfəri bizə yaşadıb, zəfəri görməyən oğullar. Ruhunuz qarşısında baş əyirik. Şəhid valideynləri, şəhid xanımları, şəhid övladları, şəhid qardaş bacıları. Bu xalq başda Ali Baş Komandan olmaqla bu zəfəri sizlərə borcludur. Zəfərin mübarək Azərbaycan.